Hörmətli sədarət, hörmətli konferans iştirakçıları, əziz qonaqlar. Sizi Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Qərbi Azərbaycan İcmasının müştərək təşkilatçılığı ilə keçirilən Qərbi Azərbaycan folkloru, problemlər və perspektivlər 2-ci Respublika Elmi Praktik Konferansında salamlayırıq. Konferansın işini açıq elan etmək üçün ilk sözü Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovaya veririk. Buyurun Mahirə xanım. Hörmətli konferans iştirakçıları, çox dəyərli alimlər, ziyalılar, çox dəyərli Fikrət müəllim, Asəd müəllim, Seyfəddin müəllim, Ramazan müəllim, çox dəyərli əziz müəllim, hər kəsin adı bu tribunadan uca səslə səslənməlidir, deyilməlidir, təşəkkür edilməlidir. Nəyə görə? Çünki vətən, yurt həsrətliyim və bu həsrətin problemlərini çözmək üçün bura qiymətli vaxtınızı sərf edib gəlmisiniz. Bu zal çox şeylərə şahiddir. Bugün də şahidlik etdiyim həmin önəmli məsələlərdən biridir, Qərbi Azərbaycan mövzusudur. Əvvəla onu deyim ki, Qərbi Azərbaycan mövzusu bugün bütöv Azərbaycan mövzusudur. Ayrıca Qərbi Azərbaycan yoxdur. Mən düşünmürəm bu, biz bugün Qərbi Azərbaycan üçün, dünən də Qarabağ üçün çalışırdıq da. Yəni, bu bütöv Azərbaycan. Bu bütöv Azərbaycançılıq məfkurəsidir və biz də onun işığında burada toplaşmışıq. 2022-ci ilin 24 dekabrında bunu dəfələrlə hər tədbirimizdə deyirik. Yenə də güman edirəm deməyə ehtiyac var. Cənab Prezident dedi ki, biz doğma torpaqlarımıza elmlə xəritələrin, dünya səyyahlarının, məxsusən Rus hərbiçilərinin 1903-cü ildə tərtib etdiyi xəritəni də xüsusi vurğuladı. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində. Bütün bunlara, faktlara əsaslanaraq biz Qərbi Azərbaycana, dədə-baba torpaqlarımıza mütləq qayıdacaq. Bu mütləqdir. Yəni, bir vaxtlar Qarabağ haqqında bu sözləri deyəndə hər kəs məndən şərik ola bilər ki, bir qədər insanlarda ruh düşkünlüyü var idi və düşünürdü ki, daha 30 ildən də biraz artıq vaxt keçib, bəlkə də yox. Amma nəhayət biz Qarabağ torpaqları bizimdir, işğaldan azad oldu və biz öz torpaqlarımızın ağasıyıq. Bugün yenidən həmin Ağdamı, Zəngilanı, Füzulini, Kəlbəcəri, digər Şuşanı yenidən qrup yaradırıq. Və bir gün mütləq bu gün gələcək ki, biz Qərbi Azərbaycana da qayıdacağıq və yenə də cənab İlham Əliyevin özünün dediyi kimi sözümüz imzamızdır. Yəni söz deyilib, biz də, siz də burada əyləşənlər də bütöv Azərbaycan üçün təbii ki, bu yolu keçməyə hər an canımızla, ruhumuzla, ürəyimizlə hazırıq və ona görə də bu mübarizəni davam etdiririk, davam etdirəcəyik. İsrarlıyıq. Çünki bizim başqa bir dövlətdə heç bir torpaq iddiamız yoxdur. Biz sülh tərəfdarıyıq, sülh istəyirik, amma doğulduğumuz torpaqlara qayıtmaq istəyirik. Yəni, biz torpaq iddialı insanlar, xalq, millət deyilik. Bütün multikultural dəyərlərə hörmətlə yanaşan, çox humanist, çox demokratik bir xalqıq. Bunu illərlə, min illərlə yaşadığımız ərazidə başqa xalqların nümayəndələri də yaşayıblar, bugün də yaşayırlar və onlar da təsdiq edə bilərlər.
Qarabağ savaşında milliyyətcə Rus, Ləzgi, Talış, Yəhudi olan insanlar şəhid oldular və bizim oğullarla birgə təbii ki, və onlar milli qəhrəman səviyyəsinə qədər yüksəldilər. Şəhid, o müqəddəs şəhid adını aldılar, məhz Azərbaycan torpaqları üçün. Bugün isə açılış mərasimidir. Mən universitet rəhbərliyi adından sizi salamlamaq istəyirəm və Qərbi Azərbaycanın folkloru zəngin bir xəzinədir deyirəm. Düzdür, mənim də təbii ki, məruzəm var. Mən də çıxış edəcəm, yəqin ki, bölmələrdə. Həmin bölmələrdə Qərbi Azərbaycan Dərələz mahalı etnoqrafik muzeyi xatırladır. Doğrudan həqiqətən bir muzeydir. Yalıları ilə, milli mədəni irsi ilə, geyimləri ilə, abidələri ilə və şifahi xalq ədəbiyyatı ki, insanların sinəsində yatır və saysız, hesabsız el şairləri və aşıqları ilə təbii ki. El şairlərinin hər birinin yazdıqları yazmayıblar, yaradıblar, şeir ilə danışıblar və onları toplasaq, bugün cildlərlə kitablara sığmaz, eləcə də sinədəftər nənələrin dedikləri. Baxın, mən bir vətəndaş kimi, bir Azərbaycan vətəndaş kimi, bir ziyalı kimi, insan kimi müxtəlif toyda da oluruq, yallıları görürük. Hüzürlərə gedəndə isə nənələr, babalar 87-ci ildə çıxarıldıqları torpaqları vəsf edərək ağlayır. Yəni, o torpağı ağlayır, o birliyi ağlayır. Bir-birindən əhval tutaraq, bir də xəyali olaraq qayıdırlar Göyçəyə, Dərələyəzə, İrəvana və digər yerlərə. Bunun özü də bizim folklorumuzun yaddaşları da bu gündə yaşamasıdır. Çox təəssüf ki, biz informatorlardan yetərincə məlumatları vaxtında toplaya bilmədik. Buna etiraf etməliyik. Bunu mən öz müəllimim Həsən Mirzəyev mənim yadımdadır. Daşkəsəndən, Gəncədən, Bakı kəndləri, Lökvatandan, Hövsandan, nə bilim, hardan, ailədə də deyəndə ki, biraz nasılsan, getmə, deyirdi ki, nə qədər əlimizdə ixtiyar var, imkan var, zaman var, onu etməliyik. Çünki onların dedikləri faktdır. Bu xatirələr, xatirə deyil, tarixi faktlardır. Bugün icvamızı niyə yarada bilmişik? Çünki bizim yaddaşımız möhkəmdir. Əgər yaddaş silinməyibsə, icma da yaranacaq, mübarizə də olacaq, geri dönüş də olacaq. Olub da 4-5 dəfə olub da, gəliblər, zorla çıxarıblar, yenə də qayıdıblar öz doğma torpaqlarına. Nə yaxşı ki, yaddaşımız silinməyib, nə yaxşı ki, unutmamışıq, unutmarıq, yurt həsrəti heç vaxt unudula bilməz. Dərələyəz, Göyçə deyə bu dünyadan köçənlərin ruhu da bizi bağışlamaz. Məhz buna görə də bu cür konferansların keçirilməyi, bu cür tədbirlərin keçirilməyi həm arxa sıralarda əyləşmiş tələbələrimiz üçün çox önəmlidir, həm gənc müəllimlər üçün də çox önəmlidir. Mən etiraf edirəm ki, gənc müəllimlərin özü də bu haqda çox məlumatlı deyirlər. 70 illik zaman kəsiyi buna imkan verməyib ki, insanlar doğulduğu yeri xatırlasın. Bugün mən icma rəhbərinə deyirəm, bilirəm orada doğulub, orada yaşayıb, orada təhsil alıb, atası, anası, nəysə soruşanda görsən, unudur, unutqanlıq var. Səbəbi də odur ki, biz Sovet xalqıydıq və bir Sovetlər birliyində yaşayırdıq. Həmin torpaqlara dönüş xəyalımızdan da keçə bilməzdi. Bəs bu yüzdən, yəni mən heç kəsi qınamaq filan iqtidarında deyiləm, heç onu da istəmərəm. Amma onu bilirik ki, nə olur olsun, məsələn, Nazlı Anıya Dərələyəzdən sual verəndə bu son vaxtlar deyirdi, gəl məni irdələmə,
iri kəs xırdalama, mən bir qaynar qazanam, kösəyimi qurdalama. İndi gör, o qazan qaynayıb daşsaydı nələr var idi orada. Və sinə dəftər, nənələr, babalar, müdrik babaların söylədiyi dastanlar, əfsanələr, lap elə nağıllar, bayatılar, laylalar, oxşamalar, hər birində vətən ətri var, hər birində vətən qoxusu var. Onlar şadlıqdan, sevincdən yaranmayıblar. Mən Qərbi Azərbaycanı nəzərdə tuturam. İstəyirsiniz Aşıq Ələsgərə dönək, arsız Aşıq elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qullarında olar. Və istənilən nümunələrdə deyə bilərik, vaxtımızı mən çox almaq istəmirəm. Bir daha xoş gəlmisiniz, bir daha təşəkkür edirəm. Çox sağ olun. İndi isə söz Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərhan Xavəriyə verilir. Çox hörmətli Mahirə xanım, hörmətli tədbir iştirakçıları, 3 mötəbər qurumun, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin, eyni zamanda Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilən belə bir mötəbər tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və rəhbərliyi adından bütün konferans iştirakçılarını salamlayıram. Son dərəcə mühüm bir dövlət tədbirində iştirakı ilə əlaqədar olaraq çox hörmətli Akademiyanın prezidenti Akademik İtahət bəyli təəssüf ki, bu tədbirdə iştirak edə bilmir və Akademiya rəhbərliyinin salamlarının çatdırılması kimi şərəfli bir missiyanı mənə həvalə etmişdilər. Hörmətli tədbir iştirakçıları, məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan, son illərdə özünün zəngin iqtisadi potensialı ilə, intellektual potensialı ilə, qədim və zəngin mədəniyyəti ilə, eyni zamanda balanslaşdırılmış dövlət siyasəti və daxili ictimai sabitliyi ilə və ən əsası isə dünya səviyyəli lideri ilə regionun və dünyanın əsas aparıcı güclərindən, cazibədar mərkəzlərindən birinə çevrilmiş, özünün sosial-iqtisadi tərəqqisinin yeni transformasiya mərhələsinə qədəm qoymuşdur. Bu transformasiyanın əsas hədəfi cəmiyyətin sosial-iqtisadi inkişaf modelinin məzmun və strukturunun yenilənməsi və son nəticədə qüdrətli Azərbaycan dövlətinin qurulmasıdır. Və nəzərə alsaq ki, bu hədəflərə müasir dünyanın olduqca mürəkkəb ictimai, siyasi, mədəni, mənəvi, demoqrafik mürəkkəblikləri kontekstində nail olunması planlaşdırılır. Onda nəzərə ala bilərik ki, Azərbaycan qlobal rəqabətin əsas tərəflərindən birinə çevrilmişdir. Və tarixən olduğu kimi bugün də dünyada qlobal rəqabətin əsas faktoru məhz intellektual insan potensialıdır, məhz intellektdir, elmdir, təhsildir, müzakirədir, dialoqdur və bu tipli konferanslardır. Məlum olduğu kimi, son illər Mahirə xanımın da qeyd etdiyi kimi qayıdış Azərbaycanda dövlət siyasətinin əsas başlıca prioritetlərindən birinə çevrilmişdir. Hal-hazırda Qarabağa qayıdış əməli olaraq bir hərəkat səviyyəsində həyata keçirilir. Mahirə xanım da son dərəcə dəqiq modelləşdirdiyi kimi ümumiyyətlə Qərbi Azərbaycana qayıdış da növbəti prioritet kimi artıq nəzərdə tutulur və Cənab Prezidentin əziz Şuşa, biz qayıtmışıq bəyanatından sonra ümumiyyətlə qayıdış Azərbaycanın strateji hədəfinə çevrilmişdir. İlk baxışdan qayıdış keçmişə dönüşü assosiasiya edir. Amma əslində isə itirilmiş torpaqlara etnosun geri qayıdışı keçmişə dönüşdən daha çox yaddaşa dönüşü, yaddaşla qovuşmağı assosiasiya edir. Əgər obrazlı şəkildə ifadə etsək, torpaq, vətən, coğrafi ərazi, millətin cismi, bədənidirsə, yaddaş, folklor, ideya onun ruhudursa, qayıdış cisimlə canın, ruhla bədənin vəhdəti anlamına gəlir. Və bu mənada hesab edirik ki,
Qərbi Azərbaycana qayıdış dövlətin siyasətini keçmişə dönüşlə yox, gələcəyin daha çox legitimləşdirilməsi kimi qəbul etmək lazımdır. Bu, siyasi akt olmaqdan daha çox ontoloji bir mexanizm təsiri bağışlayır. Varlığın özü ilə bütövləşməsi anlamına gəlir. Və mən buradaca əlavə eləmək istəyirəm ki, bu qayıtmaq feilinin qeyd etdiyimiz bu ontoloji mənada ilk dəfə izahına biz 30 il bundan əvvəl mərhum professor Yaşar Qarayevin elmi ədəbi mühitə lakanik bir düstur kimi təqdim etdiyi və artıq özü də kifayət qədər folklorlaşmış Göyçüyə qayıdan yol, folklordan keçir düsturunda ifadə olunmuşdur. Niyə Göyçüyə qayıdan yol məhz folklordan keçir? Ona görə Göyçüyə qayıdan yol folklordan keçir ki, folklor elmi mühitdə də normativləşdirildiyi kimi, çoxunun da anladığı kimi, yalnız ideoloji deklarasiya deyildi. Folklor sosial bir mövcud olma mexanizmidir. Dövlətçilik ideyaları folklorda yalnız şuar səviyyəsində yox, etnosun mövcudluğu, təcrübəsi səviyyəsində mövcuddur. Vətən anlayışı, torpaq anlayışı burada əsas aparıcı qüvvələrdən birini təşkil etməkdədir. Biz də konferansın əhəmiyyətini daha çox iki aspektdən dəyərləndirmək istərdik. Birincisi təbiidir ki, elmi aspektdir. Elmi aspekt mövzulardan, proqramda olan mövzulardan da göründüyü kimi, burada mövzuların qoyuluşu elə bir şəkildədir ki, qeyd etdiyimiz kimi, artıq Qərbi Azərbaycan folklorundan periferik bir material olaraq bəhs olunmur, əksinə ümumtürk folklorunun tərkib hissəsi kimi bəhs olunur. Eyni zamanda ən mühüm qeyd etmək istədiyimiz cəhətlərdən biri, buradakı mövzulardan aydın göründüyü kimi, Qərbi Azərbaycan folklorunun sosial, demoqrafik proseslər kontekstində dəyərləndirilməsi əsas nəzəri metodoloji yanaşmalardan birini təşkil edir. Məhz sosial demoqrafik proseslər kontekstində folklorun dəyərləndirilməsi nəticəsində etnosun təbii rəsmi tarixi ilə yanaşı, eyni zamanda etnosun emosional yaddaşının da bərpa olunmasının şahidi oluruq. İkinci mühüm əhəmiyyət isə ümumi-ictimai əhəmiyyətdir, dövlət siyasətinə elmin dəstəyi olan əhəmiyyətidir. Yəni, Cənab Prezidentin qeyd etdiyi kimi, bizim Qərbi Azərbaycana qayıdışımız, eyni zamanda alimlərin bu yolda çabalarından da bilavasitə asılıdır. Mən çıxışımın sonunda Aşıq Ələsgərin bir şeiri ilə nitqimi tamamlamaq istəyirəm. Deyir, eşq ilə sevdanın kökü keçib cismi canımdadır. Şeyxlərə ol dərsi verən, indi mənim yanımdadır. Nə qədər ki, Qərbi Azərbaycana, vətənə, yurda, Göyçüyə, Dərələyəzə olan eşqin kökü Qərbi Azərbaycanlılarının, bütöv Azərbaycanlılarının, bütöv Türk dünyasının qəlbinin dərinliklərindədir. Onda həmin torpaqlara qayıdış tarixi zərurətdir. Çox sağ olun. İndi isə sözü Qərbi Azərbaycan icmasının sədri, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Qərbi Azərbaycan Folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərliyə veririk. Hörmətli Mahirə xanım, hörmətli Sərxan müəllim, hörmətli Hikmət müəllim, dəyərli alimlərimiz, ziyalılarımız, həmkarlar, müəllimlər və tələbələr. Mən də sizin hər birinizi şəxsən öz adımdan və Qərbi Azərbaycan icması adından salamlayıram və eyni zamanda hörmətli Cəfər müəllim burada yoxdur. O, Cəfər müəllim başda olmaqla, hörmətli Mahirə xanım başda olmaqla Azərbaycan Dövlət Pedaqoji Universitetinin bütün kollektivinə, rəhbərliyinə bugünkü konferansa ev sahibliyi elədikləri üçün təşəkkür edirəm. Bu artıq birinci dəfə deyil, heç 10-cu dəfədə deyil, sayını hesabında itirmişik. Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycana qayıdış məsələsini daim diqqət mərkəzində saxlayıb və biz bu möhtəşəm salona dəfələrlə toplaşmışıq. Əziz konferans iştirakçıları, bildiyiniz kimi,
Düz 3 il bundan əvvəl cənab prezident Qərbi Azərbaycan icmasının inzibati binasına gəldi və Qarabağ müharibəsindən sonraki dövr üçün Azərbaycan dövlətinin və Azərbaycan millətinin strateji hədəfini açıqladı. Bu bizim tarixi torpaqlarımıza qayıdış məsələsidir. Və cənab prezident həmin çıxışında bu qayıdışın bütün detallarını açıqladı. Görəcəyimiz, görməli olduğumuz işlərin hamısının demək olar ki, yol xəritəsini cızdı. Onlardan ən mühümlərindən biri də oydu ki, Qərbi Azərbaycan həqiqətləri ortaya qoyulmalıdır. Qərbi Azərbaycan həqiqətləri deyəndə biz təkcə Qərbi Azərbaycanda son 200 ildə, ondan əvvəlki dövrdə baş verən ictimai-siyasi hadisələri nəzərdə tutmuruq. O ərazilərdə min illər boyu bizim əcdadlarımız yaşayıb və min illər boyu əcdadlarımız o ərazidə çox zəngin mədəni irs yaradıbdır. Bilirsiniz, hər bir regionun etnik mənsubiyyətini müəyyən eləmək üçün bir neçə vacib faktor var. Onların sırasında bizim tarixi abidələrimizlə yanaşı, bizim toponimlərimizlə yanaşı, eyni zamanda bizim şifahi yaddaşımız çox böyük əhəmiyyət kəsb eləyir. Hər bir xalq hansı ərazidə yaşayırsa, o ərazinin daşı ilə, torpağı ilə, dağı ilə, qayası ilə, çayı ilə, gölü ilə bağlı çoxlu folklor nümunələri yaradır və bu folklor mətnləri o ərazidə tarixən kimlərin yaşadığını təsdiq edir. Ona görə biz deyirik ki, folklor xalqın milli kimliyini müəyyən edən əsas amillərdən, əsas faktorlardan biridir. Bugün Qərbi Azərbaycanın demək olar ki, hər qarışı ilə bağlı o ərazidə toplanmış çoxlu əfsanələr var, rəvayətlər var. Amma son 200 ildə orada məskunlaşan ermənilərin belə bir şifahi yaddaşı yoxdur. Belə bir folklor zənginliyi yoxdur. Çünki o ərazilərin gerçək sahibləri deyirlər. Azərbaycan Milli Elmlər Akademiyası Qərbi Azərbaycan icması yenidən təşkilatlanan sonra bu məsələyə ilk səs verən bizim elm məbədi ocağı oldu. Bildiyiniz kimi artıq yanvar ayında, dekabrda görüş keçirildi. Yanvar ayında Milli Elmlər Akademiyası bir neçə şöbə yaratdı institutlarında. Bunlardan biri Tarix institutunda yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi idi. Digəri folklor institutunda yaradılan Qərbi Azərbaycan folklor şöbəsi idi. Üçüncü isə Dilçilik institutunda yaradılan toponimika şöbəsi idi. Təbii ki, sonradan bu şöbələrin sayı artdı. Sonra əlyazmalar institutunda da belə bir şöbə yaradıldı və Qərbi Azərbaycanla bağlı tədqiqatları əlaqələndirmə mərkəzi yaradıldı rəyasət heyəti tərəfindən və bu istiqamətdə iş davam edir. Əslində qalanda folklor institutu bundan qabaq da Qərbi Azərbaycan folklorla bağlı xeyli iş görmüşdü. Burada bizim həmkarlarımız əyləşiblər. Biz o vaxtı 2000-ci illərdə Azərbaycanın ən müxtəlif regionlarla bağlı folklor cildləri nəşr eləməklə yaşanışı seriya gedir. Azərbaycan folklor antologiyası. Bu antologiya tarixən folklor institutundan gəlirdi. Bildiyiniz kimi Naxçıvan folkloru xeyli əvvəl birinci cild buraxılmışdı. İkinci cildi 2000-ci ildə mərhum burada adı çəkildi. Böyük ehtiramla mən də xatırlatmaq istəyirəm. Bizim böyük alimimiz Yaşar Qarayevin təşəbbüsü ilə biz antologiyanın nəşrlərini bərpa elədik. İkinci cild Qəzənfər müəllimin İraq Türkmən cildi nəşr olundu və üçüncü cild Göyçə cildi və Yaşar müəllim böyük bir ön söz yazdı ora. Burada hörmətli Sərxan müəllim dedi, mən o cümləni bir də xatırlatmaq istəyirəm. Tarix folklordan, folklor Göyçədən başlayır. Bu çox müdrikcəsinə deyilən bir fikir idi. Sonradan biz həmin dövrdə Qərbi Azərbaycanın müxtəlif regionlarını əhatə eləyən 8 cild buraxdıq. Bu 8 cild demək olar ki, Qərbi Azərbaycanın bütün bölgələrini etiva eləyirdi. Dərələz cildə hörmətli, burada adı çəkildi, hamımızın
müəllimi, ağsaqqalı mərhum Həsən Mirzəyevin tərtibatında Dərələyəz cildini biz buraxdıq. 8 cild buraxıldı. Ondan sonra bilirsiniz, biz möhtəşəm bir layihəyə imza atdıq Folklor İnstitutunda. 10 cildlik burada sərgidə də nümayiş olunur. Qarabağ folklorda bir tarixdir. Bu ad çox uğurlu seçilmiş bir adıdır. 10 cilddə nəşr olunandan sonra artıq bu gün Folklor İnstitutu Qərbi Azərbaycan folkloru seriyasını nəşr eləməyə başlayıb 5-ci cildə qədər gəlibdir. Mən şübhə eləmirəm ki, bu cildlərin sayı 20-dən artıq olacaq. Çünki əvvəlki 8 cilddən fərqli olaraq bu 5 cild ilk dəfə toplanmış. Mahirə xanım, 3 ilk dəfə toplanan rayonlardan toplanıb bu kitaba daxil edilmiş mətnlərdir. Qərbi Azərbaycan folklor baxımından çox zəngin bölgələrimizdən biridir və bu folklor materialları belə demək mümkünsə ümum Azərbaycan folklorunun tərkib hissəsidir. Ümumiyyətlə Qərbi Azərbaycan deyəndə bir şeyi bilmək lazımdır ki, bu region əlahiddə bir region deyil. Ümum Azərbaycan və ümum Türk etno-mədəni sisteminin tərkib hissəsidir. Düzdür, hər bir folklorun bu ümumi xüsusiyyətlərlə yanaşı regional xüsusiyyətləri də var, məhəlli xüsusiyyətləri də var. Elə millətin dəyərlərinin zənginliyi elə buradan doğur və bizim folklorumuzun da zənginliyi buradan doğur. Ona görə o ümummilli xüsusiyyətlərlə yanaşı o regional xüsusiyyətləri, o məhəlli xüsusiyyətləri öyrənmək son dərəcə vacibdir və elə hesab edirəm ki, o antologiyaların nəşri ilə, o toplama işi ilə məsələ bitmir. Şübhəsiz ki, bu mətnlər birinci mərhələdə toplanandan sonra, nəşr olunandan sonra onların üzərində artıq elmi tədqiqatlar başlayır. Baxın, bugünkü bizim konferansımız da bax bu istiqamətdə irəliyə doğru atılmış çox mühüm addımdır. Və bu Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru problemlər, perspektivlər mövzusunda keçirdiyi ikinci konferansdır və bu gün artıq bu möhtəşəm konferansda 100-dən artıq biz məruzənin şahidi olacağıq və çox böyük incə mətləblər bu məruzələrdə ortaya qoyulacaqdır. Bütün bu tədbirlər, ümumiyyətlə Qərbi Azərbaycan adına keçirilən bütün tədbirlər bizim strateji hədəfimizə, bizim tarixi torpaqlarımıza, qayıdışımıza xidmət eləyən məqamlardır. Buna görə hər kəsə təşəkkürlər düşür və mən vaxtınızı çox almadan bir daha konferansın işinə uğurlar arzulayıram. Elə hesab edirəm ki, Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycan icması ilə bir yerdə gələcəkdə belə konferansların sayını daha da artıracaqdır. Təşəkkür edirəm. Söz Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyevə verilir. Hörmətli Mahirə xanım, hörmətli əziz müəllim, hörmətli konferans iştirakçıları, dəyərli əziz həmkarlar. Mən ilk növbədə həm Folklor İnstitutunun adından, həm şəxsən öz adımdan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə, Pedaqoji Universitetinin rektoru Cəfər müəllimə, xüsusilə prorektor Mahirə xanım Hüseynovaya və əziz müəllimə bu tədbirin təşkilində bizə çox yaxından dəstək verdiklərinə görə öz minnətdarlığımı bildirirəm. Xüsusilə də Mahirə xanım bu tədbirin araya ərsəyə gəlməsi üçün hər məqamda bizə dəstək olub, hər məqamda. Bilirsiniz, tədbirlərimiz çoxdur, ilin sonudur, gərgin qrafikdəyik, amma Mahirə xanım bu prosesdə bizə hər anda, hər məqamda, bütün məsələlərdə kömək elədi və bax, bugün biz burada Pedaqoji Universitetin Mahirə xanımın da qeyd elədiyi kimi bu möhtəşəm salonunda bu tədbiri keçirməklə həm də Qərbi Azərbaycan folkloru adına, bütöv Azərbaycan folkloru mədəniyyəti adına böyük bir tarixi hadisəni yaşayırıq. Məndən öncə natiqlər çox doğru vurğuladılar, çox doğru yerində qeyd elədilər.
sonuncu deportasiyadan təxminən 40 ilə yaxın müddət keçsə də, Qərbi Azərbaycanlılar, Göyçəlilər, Dərəliyəzlilər, Ağbabalılar, İrəvanlılar, bütöv Qərbi Azərbaycanlılar Qərbi Azərbaycanınla bağlı bir xatirəni belə unutmayıblar. Bunu biz elmi argumentlərlə deyirik. Son 3 ildə Folklor İnstitutunun tərəfindən həyata keçirilən Qərbi Azərbaycan folkloru seriyasının, əziz müəllim də qeyd elədiyi kimi, bugün 5-ci cildini sizə orada nümayiş elətdirdik, 6-cı cild hal-hazırda mətbəədədir. Və bu folklor antologiyaları, folklor nümunələri sadəcə folklor faktları deyil, folklor nümunələri deyil. Bu, Qərbi Azərbaycanlının yaddaşında, xatirəsində, həyat tərzində, gündəmində, leksikonunda, gündəlik danışığında olan xatirələrin, yaddaşın, xalq yaddaşının ifadəsidir. Ona görə də biz bu nümunələri təkcə bir bədii, estetik funksiya daşıyan bir nümunə kimi yox, həm də yaddaş vahidləri kimi, informasiya vahidləri kimi qəbul edirik. Söz deyir, vaxtına çəkər. 3 il bundan öncə Cənab Prezident özünün doğum gününü məhz Qərbi Azərbaycan icmasının inzibati binasında Qərbi Azərbaycanlı ziyalılarla görüşdə qeyd elədi. Və o görüşdə səsləndirilən fikirlər, Cənab Prezidentin nitqi 44 günlük vətən müharibəsindən sonra Azərbaycanın əsas strateji ideyasını, qarşıda duran hədəfləri müəyyənləşdirdi. Və Qərbi Azərbaycana qayıdış əslində tam dövlət siyasəti kimi bəyan olundu. Və Cənab Prezidentin məhz ziyalılarla görüşməyi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev 90-cı illərdə yenidən Azərbaycana ikinci dəfə xalqın təkidi ilə Azərbaycana hakimiyyətə qaydanda məhz Elmlər Akademiyasında bir qrup ziyalılarla görüşmüşdü. Akademiklərlə görüşmüşdü, alimlərlə görüşmüşdü. Cənab Prezident də Qərbi Azərbaycana qayıdış ideyasını məhz Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə bəyan elədi. Bunu dövlət siyasəti kimi çatdırdı. Və Qərbi Azərbaycanla bağlı həyata keçirilən dövlət siyasətinin bugün çox öz hədəfinə doğru, çox strateji hədəfinə doğru çox iri addımlarla addımlamağının arxasında həm də bax bu intellektual potensiala söykənmə dayanır. Qərbi Azərbaycan siyasəti təkcə bir çağırış deyil, hər hansı bir gəlişi gözəl söz deyil. Onun arxasında böyük elmi potensial dayanır. Mahirə xanımın çox doğru qeyd elədiyi kimi əlimizdə tarixi sənədlər var, xəritələr var. Bu xəritələr özdə Cənab Prezidentin də vuruladığı kimi Rus hərbiçilərin qeyd elədiyi xəritələr var. Bu xəritələrin heç birisini biz tərtib eləməmişik. O xəritələrdə Elmlər Akademiyasının 80 illik yubileyində Cənab Prezidentin vurğuladığı kimi heç yerdə Sevan sözü yoxdur. Göyçə sözü var. Bax, bu kifayət eləyir ki, biz Qərbi Azərbaycan toponimlərinə, Qərbi Azərbaycanda olan yer, yurt adlarına, buradakı müxtəlif belə çay, dağ, daş, biçənək, torpaq adlarına da baxaq və o yer, yurt adlarında bu tarixi adların nə qədər Azərbaycanla bağlı olduğunu görək. Təbii ki, bu adları, bu tarixi yaddaşı yaşadan ən mühüm mənbələrdən biri folklor yaddaşıdır. Çünki folklor yaddaşı onu yaradan etnosla məkan arasında bir mədəni informasiyadır. Bu mədəni informasiya Sərxan müəllimin də qeyd elədiyi kimi məkanla çox yaxından bağlıdır. Amma bayaq siz danışanda ki, bu qanuna uyğunluq Qərbi Azərbaycanla bağlı pozulub, mənim yadıma bir neçə fakt düşdü. Bizim sonuncu antologiyamızda Qərbi Azərbaycanla bağlı topladığımız sonuncu nümunələr Gəncə və Göygöl ərazisində yaşayan göyçəllərdən toplanıb. Və orada, Göygöl rayonunda göyçəllərin yaşadığı ərazidə iki məkanın adını demək istəyirəm. Yeni Zod və Göyçə kəndi. Göyçəllər orada
öz kəndlərini necə adlandırmışdılarsa, burada kompakt yaşadığı yerləri də o şəkildə adlandırıblar. Yəni ola bilər faktiki olaraq biz tarixi Göyçədən deportasiya olunmuşuq Azərbaycanın bu hissəsinə. Amma Göyçəlinin yaddaşında həmin o məkan yerindədir. Necə ki Kitab ilə də Qorqud dastanında qarşı yatan Qaradağ anlayışı var. Türk üçün Doğu Türkistan da olsa, Qafqaz da olsa fərqi yoxdur. Qarşı yatan Qaradağ anlayışı var. Ona görə də Göyçəlinin Qərbi Azərbaycanlının da yaddaşında o məkan harada olur olsun, yenə də Göyçə kənddir, yenə də Yeni Zoddur. Qərbi Azərbaycanın folklor nümunələrinin içərisində mənim diqqətimi cəlb edən çox maraqlı bir faktı da demək istəyirəm. O bölgədən deportasiya olunan əhali burada özünün o sakral dəyərlərini, inanc dəyərlərini yaşatmaq üçün çox maraqlı bir belə bir nümunə ilə qarşılaşdım. Yaşatmaq üçün ocağı piri köçürdüblər. Yəni ocaq pir biz bilirik ki, müəyyən bir məkanda olur, bir ziyarət yeri olur, amma Qərbi Azərbaycan tutaq ki, Miskin Abdal ocağı. Miskin Abdal ocağı təkcə orada deyil, həm də buradadır. O nəslin, o şəcərənin daşıyıcıları o ocağı bura daşıyıblar və o ocaq ziyarətgahdır. Təbii ki, bunun sayı çoxdur. Yəni onu demək istəyirəm ki, o sakral məkanlar burada da yaşayır. Həmin ocaqlar, pirlər, ağsaqqallar, ulular yenə də o icbanın, yenə də o dəyərlər sisteminin başında dayanırlar. Və bugün Qərbi Azərbaycan icması təkcə bir struktur deyil, bir quruluş deyil, bir dövlət və yaxud qeyri-hökumət təşkilatı deyil. Qərbi Azərbaycan icması məhz həmin o Qərbi Azərbaycanlıların, həmin o sosial qrupdan təşkil olunan, böyüyü, kiçiyi, ağsaqqalı, ağbirçəyi, adəti, ənənəsi yerində olan, yaşayan bir toplumun ifadəçisidir, simvolikasıdır, bir metaforasıdır. Ona görə də bugün burada açılış mərasiminə toplaşdığımız bu konferans əlbəttə ki, Cənab Prezident tərəfindən bəyan olunan dövlət siyasətinin elmi təminatının həyata keçirilməsi baxımından, həmin o çağırışların elmi, intellektual paradigmada cavab verilməsi baxımından çox önəmli bir mesajlar daşıyır. Bax, bu posterdə dəmir yolu və uzaqda, heç də uzaqda olmayan, bax, o tarixi abidələrə gedişimizin simvolu kimi. Bax, biz həmin o torpaqlara çox qısa vaxtda qaydacağıq. Cənab Prezidentin dediyi kimi, topla, tüfənglə yox, sülhlə, mədəniyyətlə, ləyaqətlə, öz tarixi yaddaşına qayıtmaqla qaydacağıq. Təşəkkür edirəm. Çox sağ olun Hikmət müəllim. Bununla da plenar iclas işini başa çatdırır. Konferans müxtəlif problemlərə həsr olunmuş 9 paneldə işini saat 11:30-dan etibarən davam etdirəcək. Təşəkkür edirik, hamınıza uğurlar arzu edirik.
Hörmətli həmkarlar, bugün açılış mərasimini elədiyimiz və ardınca panellərdə davam edən Qərbi Azərbaycan folkloru problemlər, perspektivlər 2-ci Respublika Elmi Konferansının bağlanış mərasiminə toplaşmışıq. Mənə verilən məlumata görə bütün panellər üzrə məruzələr dinlənilib, konferans uğurla başa çatıb, panel müzakirələri. Açılışda da qeyd olunduğu kimi, Qərbi Azərbaycan folkloru məsələsi yalnız bir folklor nümunələrin toplanması və yaxud tədqiqata cəlb olunması məsələsi deyil. Yəni, bu məsələ elmi predmet olmaqla bərabər həm də hal-hazırda dövlətimizin və xalqımızın qarşısında dayanan strateji hədəflərdən, strateji məqsədlərdən biridir və bu siyasətin, bu hədəfə çatmağın mühüm yollarından biri də bu siyasətin arxasında dayanan elmi təminat işinin, intellektual işin daha güclü, daha səfərbər şəkildə həyata keçirilməsidir. Və açılış nitqlərində də çox hörmətli Mahirə xanımın qeyd elədiyi kimi, Qərbi Azərbaycan, Azərbaycan folklor mühitinin, Azərbaycan folklor xəritəsinin ən zəngin mənbələrindən, qaynaqlarından biridir. Və eyni zamanda Qərbi Azərbaycan bugün, hörmətli Əziz müəllimin də qeyd elədiyi kimi, bugün Cənab Prezidentin şəxsən rəhbərlik elədiyi və 44 günlük vətən müharibəsindən sonra bir milli birliyin, milli hədəfin simvollarından birinə çevrilib. Və siz görürsünüz bu istiqamətdə həm mətbuatda, həm də müxtəlif qurumlar tərəfindən həyata keçirilən, elmi müəssisələr, digər müəssisələr tərəfindən həyata keçirilən işlərin şahidisiniz. Yəni, bu sahədə kompleks tədbirlər həyata keçirilir və bugün bizim işığına toplaşdığımız bu məram, məqsəd əslində həyata keçirilən dövlət siyasətinin elmi təminatını təmin eləmək məqsədi güdür. Və bugün burada seçilən mövzular, panellərdə qoyulan məsələlər olduqca aktual məsələlərdir. Ümumiyyətlə, Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycana qayıdış ideyası, amma onun daxilində olan problemlərin bu şəkildə diferensasiya olunması 9 panel üzrə mövzuların bu şəkildə diferensasiya olunub, konkret təkcə folklor deyil, lingvistik aspektdən, ədəbiyyatşünaslıq aspektindən, tarixşünaslıq aspektindən, etnografiya aspektindən, milli yaddaş aspektindən yenidən təhlilə cəlb olunması, daha hədəfli, daha konkret tədqiqat predmetinə çevrilməsi əlbəttə ki, öz nəticələrini sonraki mərhələlərdə də verəcək. Bu məsələlərlə bağlı bizim əlimizdə kifayət qədər böyük arqumentlər var. Cənab Prezidentin də vurğuladığı kimi, bizim yox, Çar Rusiyasının, xüsusən də hərbi topografik xəritələri, bunlar 200 il bundan öncə çəkilən xəritələrdir. Bu xəritələrdəki istər toponimlər, istər bu xəritədəki qeyd olunan məkan adları, digər adlar bütövlükdə bu məkanın türk məkanı olduğunu, bütövlükdə bu adların Azərbaycan mənşəli olduğunu bir daha bizə göstərir. Yəni, tarixşünaslıq baxımından da məsələyə yanaşdıqda bu torpaqların əzəli, əbədi sahibləri bizik. Əgər xatirinizdədirsə, Cənab Prezident Akademiyanın 80 illik yubileyində belə bir tez istifadə elədi, belə bir fikir dedi. Dedi ki, Azərbaycanın hüdudlarından həm o tərəfə, həm bu tərəfə həmişə Azərbaycanlılar yaşayıb. Təbii ki, Qərbi Azərbaycanda da Azərbaycanlılar yaşayıb, amma deportasiyaya qədər. Deportasiyadan sonra onlar öz el-obalarından uzaqda qalıblar. Amma mən əminəm ki, Qərbi Azərbaycanlılar o torpaqlara yenidən qayıdacaqlar. Təbii ki, topla, tüfənglə yox, sülhlə, ləyaqətli şəkildə. Bax, Cənab Prezidentin bu çağırışı ölkəmizdə həyata keçirilən elm sahəsində, mədəniyyət sahəsində həyata keçirilən bax, bu tədbirlər sayəsində daha da hədəfli və daha da məzmunlu şəkildə öz əksini tapır. Burada xüsusən
biz bu konfransa hazırlaşanda bu konfransın mövzularını müəyyənləşdirəndə çox hörmətli Mahirə xanımla və Əziz müəllimlə bu mövzularla bağlı müəyyən o diferensiyasiya aparmaq üçün bir mövzuları gözdən keçirəndə məlum oldu ki, əslində bu mövzular özü özlüyündən elə konkret panellər üzrə düzülüb. Həm dilçilik baxımından, həm ədəbiyyatşünaslıq baxımından, həm tarixşünaslıq baxımından, həm o milli yaddaş, kollektiv yaddaş resurslarının öyrənilməsi baxımından burada kifayət qədər mövzu özü rəngarəngdir və bu rəngarənglik gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar üçün həm də bir çağırışdır, həm də bir mənbədir. Yəni bu gün burada müzakirəyə təqdim olunan, məruzə olunan mövzular əlbəttə ki, o sahədə deyilən son söz deyil. Və bu, ən azı bu mövzulara bir diqqəti cəlb eləmək, bir çağırış etmək mənasında elə başa düşürəm, elə düşünürəm ki, bir irəliləyişdir, bir addımdır. Mənə verilən məlumata görə panellər üzrə hal-hazırda burada iştirak edən şəxslər, elə panel rəhbərləri buradadır. Mən istəyirəm ki, hər kəs öz paneli üzrə təxminən bir 5 dəqiqə civarında öz paneli üzrə müzakirə olunan mövzulara diqqət cəlb eləsin və bu mövzular barədə bir ümumiləşdirici, yekunlaşdırıcı fikir söyləsin. İlkin olaraq Qərbi Azərbaycan folkloru və etnoqrafiyası panelinin moderatoru, filologiya elmləri doktoru, professor Ramil Əliyevə söz verirəm. Buyurun Ramil. Təmsil elədiyim 2-ci oturumda 12 nəfər nəzərdə tutulmuşdu. Ancaq onlardan 7-si iştirak edibdi. Bu mövzuların nəzərdə tutulan mövzuların əksəriyyəti demək olar ki, çox maraqlı mövzular idi və bu mövzuların əksəriyyətinin sual-cavab şəklində keçirilməsi də diqqətə layiq bir cəhət kimi diqqəti cəlb edir. Bu mövzuların içərisində xüsusilə İlkin Rüstəmzadənin, sonra Vüsalə Kərimovanın, Şəbnəm Əsədovanın və başqalarının çıxışları diqqətə layiq idi və sual-cavab əsasında da bunların daha maraq doğurduğu bir daha aşkara çıxdı. Təşəkkür. Təşəkkür edirəm Ramil müəllim. Digər bir paneldə Qərbi Azərbaycan folklorunda sujet və motivlərin variantlaşma xüsusiyyətləri panelin moderatoru, filologiya elmləri doktoru Leyla xanım Məmmədov olmuşdur. Leyla xanım, buyurun, siz də bir neçə kəlmə deyin. Bizim də panelimizdə çox maraqlı məruzələr oldu. Maraqlısı odur ki, reqlament elan elədik. Məruzələr 10 dəqiqədən biraz çox oldu düzdür, amma müzakirələr çox oldu bizdə. Məqalə 10 dəqiqə müzakirə, amma müzakirələr bir yarım saat oldu elə var. Hətta oturan bizim qonaqlarımız vardı. İlkin Rüstəmzadə idi, Aynur xanımıdır, Aynurə xanımıdır. Çox maraqlı suallar verirlər. Qonaqlarımız da çox aktiv idi. Çox gözəl keçdi. Mən hamısına təşəkkür edirəm. Və inşallah məqalələrini də oxuyacağıq. Çünki çox maraqlı. Bizə açar verdilər də. Yəni gedək oxuyaq məqalələrini. Təşəkkür edirəm hamıya. Çox sağ olun. Ədəbiyyatda Qərbi Azərbaycan mövzusu panelinin moderatoru, filologiya elmləri doktoru Ağaverdi Xəlilov. Buyurun, Ağaverdi müəllim. Hikmət müəllim, hörmətli həmkarlar. Bizim iclasımızda təqdim edilən məruzələr doğrudan da demək Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycanın demək bədii təcəssümü, xüsusilə yurt sevgisi, yurt həsrəti, vətənpərvərlik duyğuları, belə bir öz yerindən, yurdundan, elindən, obasından didərgin düşmüş insanların hissləri, duyğuları, bunları əks etdirən ədəbi nümunələr ki, bizim ayrı-ayrı şairlərin yaradıcılığında demək öz əksini tapıbdır və bu məruzələr bunların üzərində qurulmuşdur əsasən. Və belə məruzələrin içərisində demək, mən qeyd eləmək istəyirdim, xüsusilə Dərələyəz mühiti ilə, Dərələyəzin bütün o təbiəti ilə bərabər yenə də həmin o köç duyğusunu özündə çox aydın şəkildə əks etdirən, bütün o dərdləri, ağrıları ifadə edən Həsən Mirzənin yaradıcılığında demək o Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycan reallığı, həm bədii reallıq, həm təbiət
reallığı, həm də o emosional demək reallıq hamısı bu məruzənin biri bu mövzuda idi. Çox maraqlı məruzə oldu, diqqətlə dinlədik. Xəyalə xanımın təzyiqatı təqdim elədiyi məruzəsində əks olunan demək ədəbiyyat nümunəsi üzərində o Eldar İsmailin yaradıcılığında araşdırmışdı ayrıca olaraq. Eldar İsmail bilirsiniz ki, bizim institutun qurulmasında xüsusi xidmətləri olan Hüseyin müəllimin qardaşıdır. O ailədən gələn bir adamdır. Onun belə bir, bu da çox diqqətli bir yanaşmadır. Eldar İsmail əlbəttə ki, çox gözəl şeirlərin müəllifidir, rəhmətlik. Orada Göyçə həsrəti, Göyçə ilə bağlı bütün o duyğular çox təsirli şəkildə onun yaradıcılığında öz əksini tapır və xəyalə də demək o mövzuya diqqəti çəkmişdi və doğrudan da biz Eldar İsmailin yaradıcılığında o yurt sevgisi, yurt həsrəti və ora qayıtmaq arzusunu ifadə edən nümunələrin bədii poetik təhlilini o məruzədə gördük. Ondan sonra digər bir demək məruzəmizdə də yenə də Qərbi Azərbaycan mövzusunun ümumiyyətlə poeziyada ümumiləşmiş şəkildə bir məruzəmiz də var idi ki, ayrı-ayrı demək şairlərin yaradıcılığında necə əks olunubdur, o da maraqlı məruzə idi. Burada mən belə diqqət elədim ki, bizim bu tədbirin təşkilində də özünün dəstəyini ifadə etmiş hörmətli Mahirə xanımın da yaradıcılığına müraciət olunmuşdur və bilirəm ki, Mahirə xanımın yaradıcılığında da yenə o Qərbi Azərbaycan mövzusu geniş şəkildə öz əksini tapır. Xüsusilə bilirəm ki, zəngin bayatı yaradıcılığı var və o bayatıların çoxunda da elə o Qərbi Azərbaycanın canlandırır, Qərbi Azərbaycanın yer-yurt adları, adət-ənənələri, etnoqrafiyası, folklorla əlaqəli müxtəlif aspektləri o şeirlərdə öz əksini tapır və bu məruzənin içində də mən bu mövzunun bu hissəsinə diqqət edildiyini müşahidə elədim. Bu da çox demək, diqqət çəkən məsələlərdən biridir. Demək olar ki, edilmiş məruzələr ədəbiyyatda xüsusilə bu yeni dövr ədəbiyyatında, müasir dövrün ədəbiyyatında Qərbi Azərbaycanın bütün o mədəni demək və etnoqrafik xüsusiyyətlərinin əks olunması və canlandırılmasını əks etdirən bədii nümunələrin təhlilini verirdi və bu diqqət çəkən məsələ idi. Bir dənə o məruzələrin içində birbaşa ədəbiyyatla bağlı olmayan mənim məruzəm idi. Mən də məruzəmdə o mərasim folklorun aktual problemlərindən danışdım və xüsusilə bu ezamiyyələrdə olmuşam və olduğum ezamiyyələr zamanı Qərbi Azərbaycanlılarla birbaşa ünsiyyətdə olmuşam və çoxlu məlumatlar toplamışam, çoxlu maraqlı və mən məsələn köçlərlə bağlı biz daha çox məsələn bu 1988 sonuncu köçdü, ondan əvvəl 48-53 var, ondan əvvəl 18 var, sonra 1905 var. Məsələn bizim məlumatlarda 19-cu əsrdə olan köçlər haqqında yaddaşlarda məlumat var və onlar demək xatırlayırlar öz ata-babalarından ki, belə köçlər 19-cu əsrin ortalarına qədər də olubdur. 1835-1837-ci illər köçü və onu da öyrəndim ki, biz bilirdik ki, Kürdəmirin 2 kəndində əsasən Qərbi Azərbaycanlılar məskunlaşıbdır. Amma söyləyicilərin məlumatlarından məlum oldu ki, bu kəndlərin sayı 6-dır. Mən onu bilmirdim. Məsələn, orada yeni öyrəndim 6 kəndlər. Mərasimlərlə bağlı xeyli demək material toplaya bildik. Xüsusilə hansılar
hansılar icra olunur və Qərbi Azərbaycandan xarakterik olaraq gəlib çıxıbdır, bura qədər və indi davam etməkdədir və hansılar unudulubdur və passivləşibdir. Bunlarla bağlı da xeyli nümunələr. Mən məruzəmdə bununla bağlı demək, burada həmkarlarla bölməmizdə iştirak edən demək, yoldaşlarla bunları bölüşdüm, müzakirə elədik. Belə biləm ki, məruzələrin nəşr olunan variantlarında bunlara daha geniş şəkildə tanış ola biləcəklər, yəni maraqlananlar tanış ola biləcəklər. Bu, demək istədiyim ondan ibarətdir ki, Qərbi Azərbaycan, Azərbaycan tarixi mədəniyyət coğrafiyasının bir parçası kimi demək, öyrənilməlidir və bu konferans və bizim də bölmədə edilən məruzələr o həqiqətlərin ədəbiyyatdakı əksini, ədəbiyyatdakı təcəssümünü, artıq yazıya keçən nümunələrini araşdırırdı və elə bilirəm ki, bunlar da dəyərlidir, lazımlıdır və biz əgər Qərbi Azərbaycana qayıdışı demək arzulayırıqsa, bundan ötürü çalışırıqsa, mübarizə aparırsa, o zaman biz onun demək ədəbiyyatdakı həqiqətlərini də öyrənməliyik, bilməliyik və bizim Qərbi Azərbaycana qayıdışımız həm də bizim demək o öyrəndiyimiz həqiqətlərdən keçir və o bizim ora qayıdışımızı sürətləndirəcək amillərdən də biridir. Biz o qayıdışın folklordan keçdiyini bilirik, qayıdış əlbəttə. Amma eyni zamanda da biz o qayıdışı sürətləndirən amillərin də demək üzərində işləməliyik, çalışmalıyıq. Hər birimiz o qayıdışa öz töhfəmizi verməliyik. Diqqətinizə təşəkkür edirəm. Çox sağ olun, Ağaverdi müəllim. Həqiqətən bu tədbirin biz açılışda da qeyd elədik. Bu tədbirin bax belə bu şəkildə təşkil olunmağında bizim tərəfdaşların bizə böyük dəstəyi oldu. Və bugün bizə bu yeri ayırdığına görə mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər müəllimə, eyni zamanda bu işdə yaxından bizə dəstək olduğuna görə hər məqamda, hər anda, bax bu proqramın təşkil olunmağında, yerin seçilməyində, müxtəlif elmi məsələlərin biraz diapazonunun, miqyasının genişləndirilməyində. Çünki mövzu elə seçilmişdi, sırf Qərbi Azərbaycan folkloru məsələsi idi. Amma Mahirə xanım əvvəlcədən tərəfdarı idi ki, biz mövzuları bir qədər rəngarəng eləyək və bu diferensial şəkildə olsun. Həm orada ədəbiyyatşünaslıq məsələləri, həm dilçilik, həm tarixşünaslıq, etnoqrafiya və s. Və hər məqamda bax Mahirə xanım bizə bu məsələlərdə çox yaxından dəstək verdi və bu gün də bax bu tədbir məsələ burada Pedaqoji Universitetdə keçirildi. Mən buna görə şəxsən Mahirə xanıma və onun ətrafında bu işə dəstək olan bütün komandaya, mən Könül xanım Həsənovaya, Könül xanım Səmədovaya, Möhəbbət müəllimə, Leyla xanım Cəlalovaya, Gülər xanıma, hər birinə öz adımdan, kollektivimiz adından minnətdarlığımızı bildirirəm ki, bax bu tədbirin arı-ərsəyə gəlməyində dəstək verdiniz. Təbii ki, bu proses həm elmi məsələlər, həm o strateji məsələlər, həm də Qərbi Azərbaycan icması ilə korelyasiya, əlaqə şəklində qurulur və Əziz müəllim də bu ideyanın ən belə başlanğıcında, ən yaxın məqamında idi və o bizim elə əsas tərəfdaşlarımızdan biri də Qərbi Azərbaycan icması və şəxsən Əziz müəllim bu işə dəstək verdi. Bilirsiniz ki, Əziz müəllim təkcə Folklor İnstitutunda şöbə müdiri kimi yox, həm də icmanın fəaliyyətində geniş şəkildə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qərbi Azərbaycanın müxtəlif kompleks istiqamətlərdə öyrənilməsi sahəsində həm tədqiqatçı kimi, həm də o sahədə Qərbi Azərbaycan icmasının rəhbəri kimi də o proseslərə böyük dəstək verir. Və bugün indi bu panellər haqqında qeyd olunan məsələləri də dinlədikdən sonra düşünürəm ki, hesab eləmək olar ki, biz Qərbi Azərbaycan məsələləri ilə bağlı, Qərbi Azərbaycan folkloru ilə bağlı qarşımıza qoyduğumuz hədəfə, yəni bu konferans çərçivəsində qarşımıza qoyduğumuz hədəfə nail olduq və bu gün Qərbi Azərbaycan mədəni irsi müxtəlif aspektlərdən təhlil
təhlil edilə bildi. Təbii ki, bu burada məruzə şəklində təqdim olunan, tez şəklində təqdim olunan materiallar ayrıca konferans materialları formasında nəşr olunacaq və bu bütün məruzə eləyən şəxslərə də təqdim olunacaq ki, burada söylənilən fikirlər yalnız belə şifahi formada olmasın və bu bir tarixi mənbəyə çevrilsin. Çünki bu mənbələrə bizim böyük ehtiyacımız var. Bugün bu mübarizə təkcə elə auditoriyalar daxilində getmir və yaxud bu hansısa bir mərkəzlərdə getmir. Bu mübarizə həm də virtual dünyada informasiya cəbhəsində gedir və bugün biz xüsusən bu virtual ensiklopediyaların, Wikipediyanın hazırlanmasında həm də bu məsələlərə diqqətimizi cəlb edirik. Belə mərhələlərdə, belə məsələlərdə bizə həmişə mənbə lazım olur. Bax, o mənbələrin formalaşdırılması çox vacibdir. Təbii ki, burada səsləndirilən fikirlər, burada olan məruzələr mənbəyi bizim konferansdır. Amma çalışıb həmişə o konferanslarda, o məqalələrdə xarici mənbələrə də istinad eləmək lazımdır ki, bax, o mənbələrə istinad olunanda onu virtual dünyaya da, rəqəmsal dünyaya da çox rahat şəkildə transformasiya eləmək olur. Yoxsa belə məsələləri dünyaya çatdırmaq bir qədər çətin olur. Mən xatırlayıram, Cənab Prezident 2022-ci ildə Qərbi Azərbaycan icmasındakı çıxışında belə bir məqamı qeyd elədi ki, mütləq Qərbi Azərbaycanla bağlı həqiqətlər rəqəmsal dünyada təqdim olunmalıdır, müxtəlif dillərdə təqdim olunmalıdır. Ona görə də bax, bu çağırışa da cavab vermək üçün biz burada təqdim olunan məsələləri ən azı xülasələr səviyyəsində mütləq şəkildə xarici dillərdə də təqdim etməliyik ki, bu tədqiqatlar müxtəlif dillərdə də təqdim edilə bilsin. Mənə elə gəlir ki, başqa əgər kiminsə fikri, sözü varsa, onu da dinləyə bilərik, bax, bağlanışa əlavə çıxış kimi. Yoxdursa, biz fikirlərimizi yekunlaşdıra bilərik və bu tədbiri bağlı elan edə bilərik. Varmı kiminsə fikri? Yoxdur. Mən yekun olaraq sizin hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm və düşünürəm ki, elə həmrəylik ideyası və ideologiyası həm də elə Qərbi Azərbaycana qayıdış ideologiyası ilə, ideyası ilə çox sıx bağlıdır. Ulu Öndər bu 31 dekabr bizim üçün həmişə yeni il idi, amma Ulu Öndər o bayramı həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi bizə təqdim elədi və bu tarix həmişə dünya Azərbaycanlıların milli birliyi, milli adət-ənənələrinə, milli ideyalarına qayıdışı baxımından da həmişə xüsusi rol oynayır. O baxımdan düşünürəm ki, Qərbi Azərbaycana qayıdış ideyası da bax, o milli həmrəyliklə səsləşir və arzu eləyək ki, növbəti konferanslarımızı Qərbi Azərbaycan torpaqlarında qeyd eləyək. Təşəkkür edirəm.